İngilis dilini öyrənənlər üçün və ya öyrənmək istəyənlər üçün bir texnika deyəcəyəm. Bu texnikanı artıq çoxu bilir. Əgər siz bilmirsinizsə, onda diqqətlə dinləyin və bu texnika sizə ingilis dilini ingilislər kimi danışmaqda, ingilislər kimi cavab verməkdə, anlamaqda kömək edəcək. Ümumiyyətlə, ingilislər kimi danışmağın ən rahat, asan yolu məncə bu texnikadan keçir. İndi diqqətlə dinləyin. Bu texnika hansı texnikadır? Shadowing. Shadowing texnikasıdır. Shadow nə deməkdir? Kölgə. Shadowing yəni kölgə şəklində izləmə. Bu texnika hər hansı bir dili, nəinki ingilis dili, hər hansı bir dili ana dili kimi danışan şəxsi eşitdiyimiz anda demək olar ki, eyni vaxtda təkrar etməyə əsaslanır və bu yolla biz hər hansı bir dili, yenə deyirəm, nəinki ingilis dilini effektiv şəkildə öyrənə bilərik. Bu elə bir metoddur. Adından da göründüyü kimi siz oradakı danışan adamın, yəni dinlədiyiniz hər hansı bir vasitədəki danışan adamın kölgəsi rolunda çıxış edirsiniz. Bu metodun əsas məqsədi təkcə sözləri öyrənmək deyil. Yəni bu metod vasitəsilə biz təkcə sözləri öyrənmirik. Hər hansı bir dildəki, indi bizim dilimiz, bizim öyrənmək istədiyimiz dil tutaq ki, ingilis dilidir. Həm də bu dildə olan ritmi, xüsusilə ingilis dilində ritm çox önəmlidir. Ritmi, intonasiyanı, eyni zamanda da əsas məsələ tələffüzü öyrənirik, mənimsəyirik. Bəs shadowing necə edilir? İzah etməyə çalışacağım. Birincisi, bu texnikanı düzgün tətbiq eləmək üçün bir ardıcıllıq var və siz bu ardıcıllığı izləməlisiniz. Birincisi, nə eləmək lazımdır? Hər hansı sizin səviyyənizə uyğun, daha doğrusu, sizin səviyyənizə uyğun bir material seçməlisiniz. Hansı səviyyədəsinizsə, o səviyyəyə uyğun. Məsələn, bu material az vaxt tələb edən bir material ola bilər və çalışın ki, bu materialın tərkibində, içində mətn də olsun. Yəni, o dinlədiyiniz materialın, audionun mətnini də görəsiniz və yəni, bu videoda da ola bilər, YouTube'da bir video ola bilər təbii ki. Daha çox, ən çox YouTube'da audio kitablar çoxdur. Məsləhət görəcəyim, ümumiyyətlə bu barədə deyim ki, məsləhət görə biləcəyim çox audio kitablar, səviyyənizə uyğun podkastlar və ya dərslər var. Əsasən mən qısa hekayələri çox məsləhət görərdim, həm də sizin marağınızı cəlb eləsin və yaxud da ki, tarixi hadisələri, tarixi şəxsiyyətlər haqqında olan YouTube videolarını, audio videolarını və yaxud da ki, mətnli videolarını məsləhət görərdim. Necə eləyəcəyik? Birinci dəfə, bir dəfə dinləyəcəyik, mövzunu anlamaq üçün sadəcə bir dəfə dinləyəcəyik. Daha sonra isə mətnlə birlikdə onu oxumağa başlayacağıq. Yəni, mətni biz qarşımıza qoyuruq və danışan adamla, səsləndirən adamla eyni anda onun sürətinə uyğun oxumağa çalışırıq mətni. Amma bəs əsl shadowing necə olur? Yəni, mətnsiz şəkildə olmalıdır. Artıq müəyyən vaxtdan sonra görürsünüz ki, mətnsiz oxumaq sizdə alınır. Artıq onda mətni kənara qoyursunuz və səsi eşidirik biz. O eşitdiyimiz andan, yəni danışan adamın dediklərini çalışırıq eyni ilə, onun tonlaması, onun ritmi ilə və onun emosiyaları ilə, yəni emosiya da vacibdir, onun emosiyaları ilə təkrar eləyək. Necə hiss eləyibsə, biz də o hisslərlə təkrar eləyək. Çünki, məsələn, ingilislərlə bizim, yəni, məsələn, Azərbaycanlıların hiss eləmə vasitələri deyək belə, eyni deyil. Həqiqətən də eyni deyil. Çox fərqli münasibət göstəririk. Fərqli hadisələrə fərqli reaksiyalar göstərə bilirik. Bunu dəfələrlə görmüşəm. Yəqin ki, siz də görmüsünüz. Elə bir ki, ingilislərdə biraz, türklər demiş, abartma var, şişirtmə var. Biz isə daha sakit qarşılayırıq hər hansı bir hadisəni. Mən elə görmüşəm şəxsən, sizi bilmirəm.
Deməli, bu shadowing texnikası zamanı nələrə diqqət eləməliyik? Biz birinci ritmə diqqət eləməliyik. Yəni sözləri tək-tək düzgün deməkdən başqa, yəni nəinki sözləri tək-tək düzgün demək, həm də cümlənin fikir verməliyik ki, cümlə harada sürətlənir və yaxud da ki, harada cümləyə xüsusi vurğu vurulur. Xüsusi vurğu vurulur deyəndə nəyə nəzərdə tuturam? Yəni cümlədə bir söz digərinə nisbətən daha güclü səslənir. Əsasən ingilis dilində güclü səslənənlər hansılar olur? Ümumiyyətlə bunu bilək. İsim və feil daha çox güclü vurğu ilə səslənir digərlərindən. Belə deyək, əsas nitq hissələri köməkçi nitq hissələrindən daha çox güclü səslənir. Məsələn, article, söz önü, bağlayıcılar bu əsas nitq hissələrinin içində itib batır sanki, belə deyim sizə, daha az səslənir, daha zəif səslənir. Və bunu edərkən siz bu texnikaya riayət etmək istəyərkən bunu səsli şəkildə eləməlisiniz. Belə çalışın ki, yanınızda daha çox adam olmasın və yaxud da ki, adam olarsa o adam sakitliyə riayət etsin, belə deyək. Burada pıçıldamaq lazım deyil. Səsimizi tam çıxararaq danışırıq ki, ağız əzələlərimiz, dilimiz yeni dilin formasını alırsın. Çünki bizim dillərimiz arasında doğrudan da danışıq tərzimizdə, ritmimizdə, intonasiyamızda, hərfləri səsləndirməyimizdə çox böyük fərqlər var. Çox böyük fərqlər var. Ona görə bəzən alınmır bizdə. Və sonra nə edə bilərik biz? Öz səsimizi yazıya ala bilərik. Bunun üçün vasitələr var, müxtəlif vasitələr, siz onu məndən yaxşı bilirsiniz. Və öz səsimizi orijinal video ilə, orijinal audio ilə daha doğrusu müqayisə eləyəcəyik. Və özümüzün ən güclü hakimimiz ola bilərik. Orada fərqi eşidəcəyik, orada aradakı fərqi. Ki, mən necə dedim, oradakı natiq, danışan, audionu səsləndirən adam necə dedi? Özümüzə qarşı ədalətli davranmalıyıq. Nəyə yaxşı demişik, nəyə pis demişik, ona diqqət edib düzəltməyə çalışmalıyıq. Deməli, biz qulaq asdığımız zaman nəyi başa düşəcəyik və bu texnikaya əməl etdiyimiz zaman hər gün birinci deyim ki, mütləq vaxt ayırmalısınız, hər gün. Bu ardıcıl olmalıdır bu proses. Bir gün eləyim, 3 gün eləyim, yox. Onda bir il ərzində çox böyük nəticəni görəcəksiniz. İngilis dilində məsələn ritmlər var da, musiqilər var, enmələr və qalxmalar var. Onu öyrənəcəksiniz. Həqiqətən də bunu daha tez öyrənə biləcəksiniz. Sonra sürət. Təbii ki, səviyyələr qalxdıqca sürət də dəyişəcək. Təbii danışıq sürətinə uyğun artıq get-gedə səviyyəniz artdıqca uyğunlaşacaq təbii danışıq sürətinə uyğun olaraq. Bir də ki, bu sözlərin bir-birinə necə bağlandığını, məsələn, want to olur wanna, going to olur gonna və yaxud da ki, gotta kimi hətta bəzən səslənir. Bu Amerikanın müxtəlif hissələrinə görə bunları qavrayacağıq. Sonra həm də ki, bizdə artıq beynimizdə bir sərbəstlik yaranacaq. Beynimiz tərcümə etmədən birbaşa danışmağa çalışacaq. Artıq belə deyim də, adi bir danışıq kimi gələcək, öz dilimizdəki kimi gəlməyə başlayacaq. Bu metodu üçün gündə cəmi 15-20 dəqiqə ilə başlaya bilərsiniz. Həqiqətən də qısa müddətdə danışıqda ciddi fərq hiss edəcəksiniz. Yenə deyirəm, əgər hər gün əməl eləsəniz, hətta biri sizlə öz dilinizdə danışmaq istəyəndə hiss edəcəksiniz ki, siz ona ingiliscə cavab verməyə çalışırsınız və yaxud da ki, ritminiz həqiqətən də dəyişibdir. Onu hiss eləyəcəksiniz ki, ayda mən artıq öz dilimdə yox, öz ritmimə uyğun yox, öz dilimin ritminə uyğun yox, ingilis dilinin ritminə uyğun danışmağa başlamışam. Onu özünüzdə hiss eləyəcəksiniz. Əgər sizin bu texnika maraqlandırırsa və yaxud da ki, bu barədə məlumatınız yoxdursa, hər hansı bir video və ya audio yəni məlumatınız, resursunuz yoxdursa, onda sizə bir neçə tövsiyə verə bilərəm. Təbii ki, səviyyənizə uyğun. Bunu siz özünüz də internetdə axtara bilərsiniz. Yenə də hər halda mən sizə bunun üçün kömək edə bilərəm. Hələlik bu qədər.